Matta 28-ci fəsil. İsa'nın dirilməsi. Şənbə günü keçəndən sonra həftənin ilk günü səhərdan yer ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbri görməyə gəldilər. Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. Mələk qadınlara müraciət eləyərək dedi, siz qorxmayın, çarmıxa çəkilmiş İsa'nı axtardığınızı bilirəm. O burada yoxdur, dediyi kimi dirilmişdi. Gəlin onun yatdığı yeri görün, tez gedin, onun şagirdlərinə belə söyləyin. İsa ölülər arasından dirildi, Qalileyaya sizdən qabaq gedir, onu orada görəcəksiniz. Budur, mən sizə xəbər verdim. Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. Amma budur, İsa sizə salam deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsa'nın ayaqlarına sarılaraq ona səcdə qıldılar. İsa onlara dedi, qorxmayın, gedin qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər, məni orada görəcəklər. Keşikçilərin gətirdiyi xəbər. Qadınlar hələ yoldaykən keşikçilərdən bəzisi şəhərə gəlib, baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər. Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əskərlərə çoxlu pul verib dedilər. Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib onu uğurlayıblar. Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq. Beləliklə, əskərlər pulu alıb tapşırıldığı kimi elədilər. Bu söz bugünə kimi yəhudilər arasında yayılmışdı. İsa şagirdlərinə tapşırıq verir. 11 şagird Qalileyaya, İsa'nın onlara təyin elədiyi dağa getdi. İsa'nı gördükdə ona səcdə qıldılar, bəzisi isə şübhə elədi. İsa yaxınlaşıb onlara dedi, göydə və yer üzündə bütün səlahiyyət mənə verilmişdi. Beləliklə gedin, bütün millətləri mənim şagirdim eləyin. Onları ata, oğul və müqəddəs ruh adı ilə vəftiz eləyin. Sizə əmr elədiyim hər şeyə riayət eləməyi onlara öyrədin. Budur, mən dövrün sonuna qədər hər gün siznənəm.